İndi davam edirik. Zəng gəldi deyə videonu dayandırdım. İndi keçirəm. Mən qaşıma bir dənə düzəldim. Qaşlarımı doldurum. Qızlar, mənə çox deyir ki, qaşlarımda prosedur var. Bəli, var. Bir gün öncə qoyulur, bir il artıq bir ildə keçir. Ona görə oradan buradan seyrəklikləri var. Onda belə qələmlə yola veririk, gedir. Çünki mənim qaşlarım yox idi. Mən ona görə belə qaşlarımı uzun doldururam. Keçək. İndi keçirik nəyə? Liner çəkməyə. Tam da beceremediğim bir şey ama yani yapmaya da çalışıyorum arkadaşlar. Mən liner hər zaman bu linerdən istifadə etmişəm, FF. Yəni mənim vazgeçilməz linerim budur. Beni üzü qara çıxarmasın. Yəni 100 dənə liner işlətmişəm, liner falan, amma mən çəkə bilmirəm. Əlimə yatmır, uyğun deyil. Okey, birini çəkdik. Bir təhər bir şey oxşatdıq. Amma böyük bir ehtimal o birini buna oxşada bilməyəcəm. Nəysə, stilist deyilik, bir şey deyilik. Ona görə də kafaya takmıyoruz. Bu ne dost? Ses çıkartsın. Sesi çık. Bu işte nerede şey yok. Sen yeni çektim. Bakayım. Evet. Şu. Ve bir liner çektim. Mənim dodağımın üzərində baxın, belə bir xalım var. Tənə krem tətbiq edəndə o yoxa çıxır. Mən onun üzərinə belə linerlə qaratmağı sevirəm. Çünki dodağımdakı o xal çox xoşuma gəlir. Amını sakitləşdirim. Gəldi. Nəysə, bir tane sakitləşdirdim. İndi kiprilərimi qatlayım. Ölümünə də kipriyim var axı. Kipriyimi qatdırım. Nasıl ki, mənim kipriyim heç var. Düz əməli olmuyor. Bana görə harasa gedəndə kipriyi taxdırıram. Amma bu səfər yapmadım. Belə saxlayıram bir dəqiqə falan.
ki, tur çiftliğimdə daha yaxşı görsənsin. Yaptık mı? Yaptık. Birinci bunu turla yapalım. Sonra keçərik öbürsünə. Turu tapsam. Sumkada məndən başqa şey vardı ya. Tapa bilmirəm. Rayına gələndə mənim günüm belə olur. Mən hər şey yığıb gətirirəm. Hər ehtimal. Baxın. Kipriyimə görürsünüz, mənim bu bir kipriyimə baxın. Demək olar yoxdur, amma bax tuzun yəni keyfiyyəti. Все, baxın, belə bir şey yapdıq. İndi keçək bu bir kipriyimizi qatlamağa. Şokolatım. Saxlayıram böyle. Bir de geç səbrim çatmayandan mənim. Səbirsiz insanım çox artıq dərəcədə. Neyse bəsdir. Zaten qonaq gedirəm. Qonaq toy falan deyil ki. Baxın. Belə oldu. Все. İndi keçirik. Işıl parıldamaq istədiyim için keçirəm üzərinə. Çok az bir şekilde tədbiq edəcəm. Bunu çıkardıram. Kafasından bakın bir. Vay. Bunu da açmalıymışım. Wow, həqiqətən ışılamda, yani siz bunu görə bilmirsiniz. Ama çok güzel yani. Çok güzelmiş. Çok sevdim bunu. Çok da beğendim. Deməli, aşklarım, makyajım tamamlandı. Qonaq gedirəm. Çox abartı. Zərə baxın, zərin gözəlliyinə. Abartı deməyib, zərsiz fıskırdan mən. Yəni də bu formada oldu. Biraz da saçlarımı göstərim bacım. Bacımız oldu belə. Tam hazır olandan sonra da çəkəcəm və paylaşacağım. İnşallah ki bəyənərsiniz. Bunu digər vloga əslində uzun bir şey alındıra bilərdim, amma ki o vlogu batırmaq istəmirəm, çünki o vlog yəni fərqli bir şey olacaq, çox möhtəşəm bir şey olacaq. Ona görə bundan idarə eləyin. Kanalımızı izləmədə qalın, abunə olmağı unutmayın. Sizin hər birinizi çox sevirəm. Yaxşı ki varsınız. Həqiqətən yaxşı ki mən bu səhifəni açmışam və sizin kimi doğma ailə yaratmışıq.